Açıqda satılan bir çox məhsullar var ki, bunlara daha çox paxlalılar, taxıl, ədviyyatlar, quru meyvələr, çərəzlər, eləcə də bir çox süd və süd məhsulları, bəzən konfetlər, şirniyyatlar olur ki, bunlar açıqda və yaxud da sonradan satış yerlərində müvafiq qablaşma ilə və yaxud da çəki ilə yenidən qablaşdırılaraq satılır. Bu məhsullar bir çox hallarda ya daha ucuz olur və yaxud da bəzən olur ki, alıcılar bu məhsulun tam olaraq hansı istehsalçıya məxsus olduğu haqqında məlumatlar görə bilmir. Çünki bu məhsullarda əksər hallarda məhsulun çəkisi və qiyməti göstərilir. Ona görə belə məhsulları almaq hər zaman risk daşıyır və digər bir məqam isə bu məhsulların sanitar gigiyena qaydalarına uyğun şəkildə qablaşdırılıb, qablaşdırılmaması da sual altında qalır ki, ona görə yaxşı olar ki, ümumiyyətlə hər hansı bir qida məhsulunu alarkən etibarlı, mənşəyi bəlli olan yerdən və mümkün qədər dövlət orqanları tərəfindən nəzarətdən keçən yerlərdən alınmasına diqqət olunmalıdır və mütləq şəkildə məhsulun üzərində onun istehsal tarixi, son istifadə müddəti, istehsalçı şirkət haqqında ətraflı məlumatın olması, saxlanılma şəraiti, tərkibi və bununla bağlı məlumatlar tam göstərilməlidir. Eyni zamanda da bir çox məhsullarda onun keyfiyyət sertifikatı da müşayiət etməlidir. Əgər çəki ilə satılan məhsullardırsa, açıqda satılan məhsullardırsa, bunlar da böyük qablaşma şəklində bu məlumatlar üzərində olmalıdır və istehlakçı hər hansı bir məhsulu alarkən bu məlumatları əldə etmək hüququna malikdir. Əgər bu məlumatlar verilmirsə və yaxud da yoxdursa, bu zaman təbii ki, bu məhsulun keyfiyyətinin aşağı olması və şübhəli məhsul olması ehtimalları olur. Digər bir məqam bəzən olur ki, açıqda satılan məhsullar hər hansı bir kənar fiziki çirklənməyə məruz qala bilir və yaxud da quru yerdə saxlanılmalı lazım olan məhsullar daha nəmişlik, rütubət ortamında şəraitində saxlanıla bilir. Eləcə də temperatur dəyişikliyinə məruz qaldığına görə onların tərkibinin dəyişməsi, keyfiyyətinin aşağı düşməsi halları da baş verir. Satıcıların əllə toxunduğu və yaxud da istehlakçılar məhsulun keyfiyyətinə baxmaq üçün əllə toxunurlar ki, bu da həmin məhsulun çirklənməsinə səbəb olur ki, bu da bir çox problemlərə gətirib çıxara bilər.